Salam, hər vaxtınız xeyir. Natural ədədlərdən imtahana düşə biləcək 3 maraqlı suala nəzər yetirək. İlk sualla başlayaq. Ya Allah, bismillah. İlk nömrəli sual əkob və əbobla bağlı bir sualdır. Bizə A-nın B-yə olan nisbətini 3 bölünsün 4 şəklində verib, sonra isə A ilə B-nin əkobunun əbobu ilə fərqini 88 olaraq verib, A-nın B ilə cəmini soruşur. Gözəl sualdır. Birinci, verilənlərdən istifadə edəcəyik. Baxaq, verilənlərimiz nələrdir? A-nın B-yə olan nisbətini 3 böl 4 kimi verib. O zaman mən A-ya bir dənə 3K, B-yə də bir dənə 4K deyə bilərəm. Heç bir prinsipial xətləri tapdalamıram. Həqiqətən 3K və 4K deyəndə A-nın B-yə olan nisbəti 3 bölünsün 4 kimi olur. Bunu dedimsə artıq, elə bunu digər veriləndə yerinə qoyacağım birbaşa. Artıq A və B-nin yerinə 3K, 4K yazacağım. O zaman yazıram əkob 3K ilə 4K çıxılsın əbob 3K ilə 4K. 3K ilə 4K. Bərabərdir. Bu da təbii ki 88 olaraq verilmişdir. Baxın əziz şagirdlər, bunların əkob və əbobunu necə hesablayırıq? 3K ilə 4K'ya fikir versək, ortaq olan yalnız K'dır. 3 ilə 4 qarşılıqlı sadədir. O zaman bunların əkobu K vur 3 vurulsun 4 şəklində olacaq. Yəni ki 12K şəklində. Çıxılsın, əbobu hesablasaq, ortaq olan yalnız K'dırsa, əbob K olacaq. Bərabərdir, bu da 88 olaraq verilib. O zaman buradan biz 11K'nı bərabərdir 88 olaraq tapırıq. Və buradan da K'nın qiymətini 8 olaraq müəyyən edirik. Bu K'nın qiymətinin tapılması. Biz burada K'nı tapdıq. İndi isə nə edirik? Artıq baxırıq bizdən nə soruşulur, ona cavab verməyə çalışaq. Bizdən soruşulan A ilə B-nin cəmidir. A-ya 3K demişdik, B-yə də 4K demişdik. Bunların cəmi 7K edir. Və buradan K'nın qiymətini yerinə qoysaq, 7 vurulsun 8 cavabımızı 56 olaraq tapmış oluruq. Və misalımızın cavabı oldu 56. Gözəl bir misal idi. Daha doğrusu sual idi. İndi isə keçid alaq digər suala. 2 nömrəli suala nəzər yetirək. 2 nömrəli sualda sadə vurğulara ayrılışla bağlıdır və təbii ki orada sadə vurğuların sayının tapılması ilə əlaqədardır. Bizə bir ədəd verib, ədədimizi n şəklində qeyd edirik və n kimi verib. Yazıb ki, n bərabərdir 57-nin kvadratı üzərinə gəlsin 38-in kvadratı. Deyir ki, bu ədədinin sadə vurğularının sayını tapın. Gözəl sualdır. Əvvəlcə bunun sadə vurğularının sayını bilmək istəyiriksə, ədədin özünü bilməliyik. Gəlin birinci ədədin özünü tapmağa cəhd göstərək. Özünü tapmaq üçün də burada baxırıq ki, kvadrat var və yetəri qədər böyük bir ədəd var. Bunun da cavabı, daha doğrusu hesablama prosesi çox uzun olacaq. Mən başqa bir bucaqdan bu məsələyə baxsam, görürəm ki, bu mənə müxtəsər vurma düsturunu xatırladır. A kvadrat üzərinə gəlsin B kvadratı xatırladır. Mən bunun vasitəsilə daha qısa üsulla n-i tapa bilərəm. Bildiyimiz kimi bu da A kvadrat plus B kvadrat 2 növ açılırdı. 1. A ilə B-nin cəminin kvadratı çıxılsın 2AB şəklində. Digəri isə A ilə B-nin fərqinin kvadratı üzərinə gəlsin 2AB şəklində açılırdı. İndi nəzər yetirək, baxaq bunlardan hansı birisindən istifadə etmək daha əlverişlidir. Təbii ki, hər ikisini istifadə etmək olar. Baxıram ki, daha əlverişli olan ikincisidir. Ki 57-dən 38-i çıxaram, biraz kiçik olacaq bunun kvadratı. Yazıram n bərabərdir 57 çıxılsın 38-in kvadratı. Qeyd edirəm burada. Və üzərinə gəlsin 2AB. 2 vurulsun 57 vurulsun 38. İndi gəlin baxaq. N bərabərdir 57-dən 38-i çıxanda 19 edir. 19-un kvadratını mən birbaşa hələ ki 19 vur 19 şəklində göstərirəm. Üzərinə gəlsin 2 vurulsun 57 və 38-i də qeyd edirəm. Vur 57, vur 38. İndi baxın əziz şagirdlər, bundan sonra nə etmək olar? Burada xırda bir şey mənim gözümə çarpdı. O da budur ki,
57 və 38-in içində 19 var. Toplamanın solunda da 19 var. Gəlin 57 və 38-i 19 ilə göstərək. Necə? 57-ni 3 vurulsun 19 şəklində göstərə bilirik. 3-ü 19-a vuranda 57 eləyir. Yazıram. 3 vur 19. 38-i də 2 vurulsun 19 şəklində göstəririk. İndi artıq 19 vurulsun 19-u mötərizə xaricinə çıxarda bilərik. Çünki toplamanın sağında və solunda mövcuddur. O zaman birinci tərəfdə yalnız 1 qalar, ikinci tərəfdə 2 vurulsun 3 vurulsun 2 qalacaq. İndi buradan biz n-i təyin etsək, n bərabərdir 19 vurulsun 19 vurulsun 1-i demək cəmləsək bu ifadə ilə, yəni 12 ilə 13 eləyir. Biz n-imizi bu şəkildə tapdıq. İndi biz istədiyimiz kimi 19-u 19-a və 13-ə vurub n-i təyin edərik və sonra sadə vuruqlarını ayırıb oradan sadə vuruqların sayını tapa bilərik. Lakin uzun yol getməyə ehtiyac yoxdur. Baxın, bu elə özü sadə vuruqlara ayrılışdır da. Elə bil ki, ədədi biz indi vuracağıq, yenidən ayıracağıq onsuzda. Zaten bu sadə vuruqlara ayrılışdır. Bundan o yana parçalanmır. 19 və 13'lər sadə ədədlərdir. O zaman nə edirik? Suala cavab veririk. Sadə vuruqların sayını istəyirsə, sadə vuruq necə tapılırdı? Sadə vuruqlara ayrılışda nə qədər ədəd varsa, onlar sadə vuruqlar sayılırdı. Sayı soruşur deyənə say. Cavab 3 olarak gelir. Sadə vuruqların sayı 3'dür. Doğru cavab oldu 3. Bu da gözəl bir sual idi. İndi isə keçid alaq digər sualımıza. 3 nömrəli sualla nəzər yetirək. 3 nömrəli sual da maraqlı sualdır. 3 nömrəli sualda müəyyən qədər verilənimiz var. Əvvəlcə gəlin birinci onları qeyd edək və mütləq şəkildə onlardan istifadə etməliyik. Birinci, A-nın B-yə olan nisbətini verib bizə bərabərdir C-nin D-yə olan nisbətinə. Yəqin ki, mütləq bundan istifadə olunacaq. Sonra başqa nə verilib? B ilə C-nin və həmçinin D-nin cəmini 60 verib. B plus C plus D bərabərdir 60 olaraq verilib. Başqa nə verilib? Başqa bizə B-ni 4'də 3 C şəklində verib və C-ni də 5'də 4 D şəklində verib. Maraqlı sualdır və bizdən nəyi soruşur? A-nı soruşur. A-nı tapmalıyıq. Gözəl sualdır. Bu növ suallarda necə yanaşırıq? Əziz şagirdlər, baxın, fikir verirsinizsə, bu növ suallarda elə bir ki, bir şeylər verib, onu gətirib hardasa yerinə qoyub qiymət olaraq tapmalıyıq. Onun üçün biz də bu verilənlərdən birini digəri ilə ifadə edirik. Gətirib bura yerinə qoyandan sonra artıq onun qiymətini təyin edə bilərik. Nə demək istəyirəm? Məsələn, bu D2 var. Mən bu D-yə özümdən bir dənə K deyirəm. Ola bilər də D-yə bir dənə K əvəzləməsi deyirəm. Əvvəlcə burada həll prosesi üçün yer ayırım. Bu mənim həll prosesim olsun. Mən burada D-yə özümdən bir dənə K deyirəm. İstənilən bir K. D-yə K dedimsə, C nəyə bərabər oldu? C bərabər oldu 5'də 4 K-ya. Yaxşı. Bəs B nəyə bərabər oldu? B özü 4'də 3 C-yə bərabərdir. 4'də 3 vurulsun. C-nin də öz qiyməti 5'də 4 K idi. 5'də 4 K. Təbii ki, 4'lər ixtisar olunur vurma zamanı. O zaman mən B-nin qiymətini 5'də 3 K kimi tapıram. Gəlin birbaşa elə onu qeyd edək. 5'də 3 K kimi tapırıq. B-ni də 5'də 3 K kimi müəyyən etdik. 5'də 3 K. Bizim D-miz var, C-miz və B-miz var. Təbii ki, belə deyə dəyişənlə yerinə qoyub burada qiymətini müəyyən edərik. Gəlin baxaq. Qoy mən bu xətti biraz da uzadım və burada nəzər yetirək artıq həll prosesinə. İndi baxın, burada bunların cəmini yazaq. B-yə demişik 5'də 3K, digərinə demişik 5'də 4K. Və təbii ki, D də sadəcə K olaraq qalıb. K yəni 5'də 5K deməkdir də. 1K 5'də 5K deməkdir. Bunların cəmi də 60'dır. İndi hər üçü üçün ortaq məxrəci 5'dir. Qeyd edirəm 5. 3K, 4K, 5K. Bunları cəmləsək 12K eləyər. Bərabər olar 60'a. Buradan tənasüb vursaq 12K'nı 300 olaraq tapırıq.
və buradan da biraz zamana qənaət olsun deyənə mən dərhal yazıram. Buradan elə K-nı biz 25 olaraq tapırıq. Bu K-nın qiymətidir. K 25'dir. Yaxşı. K-nı tapdıq. Bəs biz indi nəyi müəyyən etməliyik? K-nı tapmalıydıq. Xeyr. Bizdən nəyi soruşurdu? A-nı. A-nı tapmalıyıq. A-nı tapmaq üçün əvvəlcə birinci bu ifadədən A-nı çıxartmalıyıq. Artıq bu veriləndən də istifadə etməyin zamanı gəldi. A-nı tapmaq üçün tənasüb vuracağıq. Tənasüb vururam. A vurulsun D bərabərdir B vurulsun C-yə. Buradan mən A-nı tapmaq istəyirəmsə yazıram. A bərabərdir B vur C bölünsün D. B vur C bölünsün D. Bərabərdir. Demək mən A-nı tapmaq istəyirəmsə B-ni C-yə vurub D-yə böləcəm. İndi gəlin birbaşa D-nin, C-nin və B-nin qiymətini tapaq. Rahat olsun deyənə. Birinci, K 25 isə D elə K-ya bərabər idi. Yəni 25'ə bərabər idi. B 5'də 3K idi. Vurma zamanı bu eləyir 15. C də 5'də 4K idi. Bu da vurma zamanı 20 eləyir. İndi bunları gətirib burada yerinə qoyacağıq. Sadə bir tərzdə. Amma bunu çərçivəyə alın, biraz qarışıqlıq yaranmasın. İndi bunlardan istifadə edəcəyik. Gəlin istifadə edək. Biraz lövhəni sürüşdürüm, qoy bizim həll yerimiz olsun. Demək, indi burada qeyd edək. İndi buradan çıxarılış olaraq təbii ki qeyd edirik. A bərabərdir. Kəsir xətti. B vurulsun C bölünsün D-yə. Bu da bərabərdir. İndi qiymətləri yerinə qoyaq. B 15 idi. C 20 idi. D də 25 idi. Gəlin biz bunu hesablayaq. Demək bu hesablama zamanı 15'i 25 ilə ixtisar apara bilərik. Demək 5'i ixtisar aparsaq 3, 5'i ixtisar aparsaq 5 eləyəcək. Sonra da buradakı 5 ilə 20'ni ixtisar aparsaq sürətdə 4 vur 3 qalacaq, yəni 12 eləyəcək. Təbii ki də biz A-nı cavab olaraq 12 olaraq təyin etdik. Doğru cavab 12. Beləliklə videomuzun sonuna gəldik. Sizlərə dəstək olmağa çalışdıq. Sizlərə uğurlar arzu edirik.